mən Bəli. əqidəyi dini kənara qoyaraq bir çox yerdə ifadə etmişəm və bunu sənin özdə də iqrar etmişəm ki, mən sənin şəxsən ağsaqqallığına, əlhəmdülillah, yəni dindən kənara gedən qədər mən sən yaşına başına hörmətim var, əlhəmdülillah. Nə də sən ömür boyu məndən tərbiyəsizlik görəmirsən. Sadəcə, yəni buraya biz indi qoşulduq. Yəni məqsəd nədir? Yəni nə danışırsan? Yəni və yaxud danışdıqlarına niyə danışırsan? Misal qardaş, sən dedin ki, biz ağılla hərəkət eləməliyik. Qur'an-ı Kərimdə elə bir ayə varmı ki, ona ağıl lazım olsun və yaxud olmasın? Yox, mən bilirdim elə ona açıqlama lazımdır. Mən o ağrı ki dedim, onu demirəm. Əlbəttə bütün həqiqətləri ağıl təhlil edə bilməz. Məsələn deyir, Dastamacı bilənçi al. Onu ağıl şəri məsələləri biz bilmərik. Və yaxud İsa göyə qalıqdı, arıya vəhiy etdik, qarıncaya vəhiy etdik. İsa uşaq ikən, beşikdə ikən bu danışdı. Allah Resulü ayıb öldürdü. Musa aleyhisselam asası ilana dönüşdü. Dənizi ikiyə yardı. Sonra o birisi quyuya atıldı. O birisi balinanın qabağında durdu. Ondan qabaqki təstərə ilə kəsildi və s. Bunları bizim ağlımız yetmir. Ona görə biz burada məcbur qalırıq deyək ki, eşitdik, iman etdik. Çünki bunu fəhm eləməyə çalışsaq, axırımız puç olacaq. Yəni bunların hamısı mütəşabihdir də, əlhəmdülillah. Yəni mütəşabih. Buyur, deyək. Bəzi yerlər vardır ki, bədihidir fəlsəfədə. Deməli, deyirlər ki, neçə dənə şeyi insanın ağlı çox aydın şəkildə dərk edir. Onlardan bir də tənaquzdur. Məsələn, uşağa da desən ki, ata evdə deyil, yəni ki, evdən gedib. O gəlsə, bilir ki, evdə olmayacaq. Mümkün deyir ki, həm evdə olsun, həm olmasın. Bunu uşağın da ağlı dərk edir ki, iki dənə zid şey bir-birinə cəm olmaz. Bu uçqanın, məsəl üçün, 20 santı bu. Mümkün deyir ki, həm 20 olsun, həm 40 olsun. Eyni halda iki dənə zid bir yerdə cəm olmaz. Bunu nəzərə tuturam. Məsələn, mümkün deyil ki, bir dənə müharibə baş versin, hər iki tərəf haqq olsun, ədalət olsun. Birinin kənarında Peyğəmbərin kəlamı var, o birisi kənarda yoxdur. Məsələn, bayaqları hədis deyirdim. Misal Teymur bəy, Qur'an-ı Kərimdə Allah Azza və Cəllə mənim iki əlimlə yaratdığım ayəsinə ağıl lazımdır, yoxsa öncə nəql və risalət lazımdır? Yəni biz Allah Azza və Cəllə deyəndə ki, mənim iki əlimlə yaratdığım, yəni bu əl məsələsi, bu yəd məsələsi Allahın özünə aid etdiyi bu iki əl sifətini biz birbaşa ağılla mı dərk eləməliyik, yoxsa hələ ağlı kənarda qoyub nəqllə mi yönəlməliyik? Bunu hələ nəqllə də olsaq, lüğətlə də götürsək, ona ağıl lazım deyil. Biz baxsaq, əgər ərəb dilçiliyinə, ərəb deməli hələ o dövrdən və ya indiki dövrdə yaşayan ərəb mədəniyyətinə, ya Fars, ya Azərbaycan, hər bir mədəniyyətdə, xalqda bu əl qüdrət mənasında işlədilib. Məsəl üçün, mənə bir nəmədəki Kərbəlayı, o Moskvada o işi düzəldə bilir. Sənin ora əlin çata. Əlbəttə bunu deyən bu əli demir ki, mənim əlim burada Moskva necə çata? Deməli, yəni deyir ki, Kərbəlayı, sənin orada qüdrətin çatar, gücün çatar. Deməli, bunlar bizdə də var. Farslarda da belənçidir. Deyir ki, filankəsin ora əli çatmaz, Farslarda da, ərəblərdə də belənçi var. Quran-ı Kərimdə də biz görürük ki, əl qüdrət mənasına gəlib. Məsələn, deyir ki, Həzrəti Davudu yad eləginən, innəhu zül-əyd, onun əli var idi. Yəni nə? Yəni Davud Peyğəmbərin əli var, mənim əlim yoxdur. Hər kəsin əli var. Davudun əli, ondan sonra nədir? Teymur bəy, Allah Azza və Cəllənin adı Baqarada, Nisada, Həşrdə və Ali İmranda da keçir və başqalarda da. Uca Allahın, Allah qudrətlidir, Allah müdrikdir, Allah biləndir, Allah Rəbdir, eşidəndir, görəndir. Nəticədə Quran-ı Kərimdə Allah Azza və Cəllə yəd sözündən əlavə özünə qudrəti birbaşa nas olaraq mütəşabihdən kənar cəmiyyətin başa düşməsi üçün uca Allah deyir ki, Allah qudrətlidir. Nəticədə bunu ərəbcə oxuyanda bu Allah əl-qadırdır. İndi sual, Allah Azza və Cəllənin qudrətinə dəlalət edən onun yədidir, yoxsa əl-qadır sifətidir? Hər ikisi demək olar ki, qudrət mənasındadır. Amma biz necə, mən sizə misal gətirdim. Allah Təbarə və Teala məgər deyə bilməzdi ki, Həzrəti Davudu yad eləginən ki, o qüdrət sahibi idi. Orada ne üçün deyir ki, Davud əl sahibi idi? Bütün fəsirlər deyirlər ki, burada deyir ki, Həzrəti Davudun əli vardı, deməli qüdrətdən söhbət gedir. Davud Peyğəmbərin əli, uşaq məsələsi, bunu hər kəs bilir. Misal Allah Azza və Cəllə deyəndə ki, Yahudilər dedilər ki, Allahın əli bağlıdır.
Və Allah Azza və Cəllə deyir ki, xeyr, onlar Allahı layiqincə qiymətləndirmədilər, əksinə onun hər iki əli də açıqdır. Qəbuldur, qardaş. Bəli, bəli. Yəni Tamam. ki, Allah Təbarək və İndi sual Teymur bəy. qüdrəti Allah Azza və sonsuz. Cəllə sonsuz qüdrət sahibidir, yoxsa onun iki qüdrəti var? Bir dəqiqə. Deməli, Allah Təbarək və Teala kəlməsini özünə yalnız sizləyən ayələrdən nisbət vermir. Allah Təbarək və Teala Fəth surəsinin 10-cu ayəsində də buyurur ki, o kəslər ki, biət elədilər ağacın altında, yadullah fوق aydihim. Allahın əli də onların əlləri üzərində idi. Orada gərək bunu necə təhlil edək? Deməli, biz gərək deyək ki, onlar orada Peyğəmbərlə biət eləyəndə Allah Təbarək və Teala da göylərdən öz əlini endirdi, onun üstünə qoydu. Yox, burada deməli... Bax, Teymur bəy, üzr istəyirəm. Üzr istəyirəm haqqınıza. Burada siz səhv elədiniz. Deyim niyə, olar mı? Çünki bu məsələyi bağladığınız məxluqa və məxluqatın sifəti ilə müqayisə eləyib o cür təsdiq elədiniz. Allah Azza və Cəllə isə Qur'an-ı Kərimdə sənin bu izahına və bu müqayisənə rəddiyə verir. Uca Allah deyir ki, əksinə onlar Allahı layiqincə qiymətləndirmədilər. Yəni Allah, onun hər iki əli açıqdır. Allah Azza və Cəllə layiqincə qiymətləndirməmək həm onun sifətlərinə aiddir, həm də onun feillərinə. Məsələ budur ki, bax, Allah Azza və Cəllə deyir ki, yəd və başqa deyir ki, əl-qadir. Yəni, uca Allah, bir dəfə verəm. Yəni, uca Allah sonsuz qüdrət sahibidir, sonsuz qadir sahibidir, yoxsa sonsuz yəd sahibidir. Misal üçün, uca Allah Qur'an-ı Kərimdə əl-qadir sifətini vurğulayanda, o birisində də yəd vurğulayanda, uca Allah Azza və Cəllə nəyə görə əl-qadırı bir zikr eləyir, yədi isə bir zikr eləyir. Bunların ikisi eynidirsə, nəyə görə ikisini bir yerdə istifadə eləmir də yanlış, başqa-başqa yerlərdə istifadə eləyir? Yəni, hikmət nədir? Siz bana cavab vermədiniz. Qur'an-ı Kərimdə ya ərəb dilçiliyində ümumiyyətlə yəd qüdrət mənasında işlədilir ya yox? Bax, insanla müqayisə eləsək, zaten insanın... Ona qalıb, o mərhələyə qalıb, orada söhbət eləmirik. Ərəblərdə, İstər ərəblərdə olsun, istər başqasında, qardaşım. Əl məsələsi. Bax, bir insan gördün, Teymur bəy, iki əli var. Bir insan gördün, iki əli var. Bu insan həm əli var, həm də əlin nəticəsində qüdrəti də var. Amma bu adamın əli olmasa, bunun qüdrəti bundan itmir. Niyə? Çünki əli olmasa, əlinin qüdrəti olmasa, ayağının qüdrəti var. Ağlının qüdrəti var. Görməyin qüdrəti var. Danışmağın qüdrəti var. Və eşitməyin qüdrəti var. Nəticədə birbaşa bu əl yalnız qüdrətə dəlalət edir desək, o zaman gərəkdir ki, insanın həm bütün sifətlərinə, ayağına, qulağına, gözünə, hamısı deyək ki, bu qüdrətdir. Və bunun üzərində Teymur bəy, siz dediniz ki, Uca Allah kitabda buyurur ki, onların sənə beyyət edənlərin, onların əllərinin üzərində Allahın əli var. Bunu deyəndən sonra deyirsiniz ki, biz bunu başa düşmək üçün, buna inanmaq üçün deməli, belə çıxır ki, Allah əlini gətdi qoydu o möminlərin üzərinə. Bu yanlış bir etiqaddır. Sadəcə bunun yanlış olduğunu belə sübut edə bilərəm. Bir dənə konkret sualla və konkret cavabla. Teymur bəy, Uca Allah Azza və Cəllənin görməyi bizim üzərimizdədir. Baxız, siz mənə cavab vermədiniz. Ərəblərdə ümumiyyətlə yəd, yəni ki, əl, qüdrət mənasında işlədilir ya yox? Bəli. İşlədilir. Qur'an-ı Kərimdə əl, yəni yəd, qüdrət mənasında işlədilir ya yox? Həm qüdrət, həm də bunun sifətinə. Çünki əlin özü zaten bir sifətdir. Qüdrətin özü zaten bir sifətdir. Sifət ayrı bir şeydir. Ancaq əl qüdrətlə fərq edir. Baxız, burada saxlaq ilə sizin bir dənə əsas demək olar ki, incə xətanız var. O Əbu Zeyd də söhbət edəndə o xətaya demək olar ki, xətanı işarə edər, onun üstünə keçdi. Elə ki, istəyir ki, qarşı tərəfləri qane eləsin. Baxız, görmək ayrı bir şeydir, göz ayrı bir şeydir. Mən demirəm Allah görmür. Deyirəm Allahın gözü yoxdur. Allah Teymur bəy, bir dəqiqə. Saxla da qoymadın. Görmək ayrıdır. Yox, Teymur bəy, mən sizlə danışanda siz mənə cavab verirsiniz. Əl ayrıdır. Şiə onun əlini inkar edir, onun qüdrətini inkar eləmir. Bir dəqiqə. Teymur bəy, Allah siz dediniz ki, Uca Allah Azza və Cəllə görür, amma gözlə yox, doğrudur? Əlbəttə. Gözü görmə görə Allah. Tamam.
sizin bu sözünüzü ki Allah görəndir, lakin gözü yoxdur. Bu Allahın bir sifətini görməyi ispat edib də gözü ilə görməyi inkar etməyinizə Qurandan və yaxud hədislərdən dəlil nədir? Yəni uca Allah Azza və Cəllə bizə harda xəbər verib ki, onun gözü yoxdur? Allah Teala ve Teala harda deyir ki Allah'ın gözü var. Bax, mən gözü nə inkar edirəm, nə təsdiq edirəm. Ona Niyə? görə mən bu bir dəqiqə qoy bitirim. Mən gözü nə inkar edirəm, nə də təsdiq edirəm. Niyə inkar etmirəm? Çünki bunun olmaması barədə Allah mənə xəbər verməyib. Niyə təsdiq etmirəm? Çünki bunun olması barədə də mənə xəbər verməyib. Mənim isbat etdiyim Allahın görməsidir. Sənlə mənim fərqim odur ki, bir dəqiqə xahiş edirəm. Sənlə mənim fərqimiz odur ki, Teymur bəy. Bax, bir dəqiqə xahiş edirəm, Teymur bəy. Qoy nə deyirəm, Teymur bəy. Bax, siz dediniz ki, mən gözü inkar etmirəm, isbat etmirəm. Çünki bunun inkar babından mənə gəlməyib, hüccət gəlməyib, bəyan olunmayıb. Eyni şəkildə gözün olmağı da mənə bəyan olmayıb. Sual, siz dediniz ki, Allah görəndir, amma gözlə yox. Bu ləvz və bu göz sifətinin inkarı, dəliliniz nəyə dayanır? Allah Teala ve Teala Kur'an-ı Kerim'de buyuruyor ki Allah Teala basirdir. Ama Araplar ki göze ayn değiller. Ayn yoktur Allah Teala ve Teala ayni var. Ya Allah'ın deyir ki Allah samiqdir, eşidendir. Ama uzun kulağı der Araplar. Demir Allah'ın uzunu var, kulağı var ya ayni var. Deyir ki Allah Teala samiqun basir. Hem görür hem de eşidir. Ama göz ve kulak ayrı bir şeydir. Bu alettir. Teymur Bey, Allah Azze ve Celle'nin görmeyi... Yok, siz yanlış konuşursunuz Teymur Bey. Burada oturup cemaati şeylenmeyecek ki. Kulağla eşitirse onda onun kulağa ihtiyacı var. O alettir. Ya elle tutur. Bir adı ki Allah Teala Kur'an-ı Kerim'de buyuruyor ki Allah'ın nuru semavatı vel ard. Allah yerlerini gölerin nurudur. Teymur Bey, siz dediniz ki Allah'a əgər desək ki onun əli var və yaxud desək ki onun gözü var. Burada deməli belə bir çıxır ki Allah'ın görmək üçün gözə və yaxud eşitmək üçün qulağa mı ehtiyacı var və yaxud tutmaq üçün ələ mi ehtiyacı var? Bu ehtiyac məsələsini gətirdiniz, düzdür? Bəli, o da bir dənə iş var. Dayan. Teymur Bey, Allah Azza və Cəllənin bizlərə ehtiyacı mı var idi ki bizi ibadət üçün yaratdı? Uca Allah'ın mələklərə ehtiyacı var idi ki mələkləri yaratdı. Teymur Bey, uca Allah Azza və Cəllənin Cəbrailə ehtiyacı mı var idi ki Cəbrailə aracı elədi peyğəmbərlər arasında? Yaratma ayrı bir şeydir. Allah Teala ve Teala bize haber verir ki Teymur Bey, Allah Azze ve Celle'nin bize ihtiyacı var idi mi? Allah Teala ve Teala ihtiyacı yoktu. Niye yarattı Teymur Bey bizi? Vallahu vel gani. Bizi niye yarattı? Allah fakirsiz, Allah ganidir. Allah'ın hiçbir Teymur Bey, Allah bizi niye yarattı? Siz Allah Teala ve Teala'nı insana sanki teşbih edersiniz. Görürseniz beni Teymur Bey, Allah'ı insana bəzdən sizsiniz ki Allah'ın sifətləri barəsində mən qulaq göz işlətmirəm. Lakin durub Allah'ın qulağını gözünü inkar edirsiniz və sonra deyirsiniz ki ay Mücahid sən Allah'ı məxluqata bənzədirsən. Mən Allah'ı məxluqata bənzətmədən bütün sifətlərini qəbul edirəm. Sən isə uca Allah'ın sifətlərini məxluqata bənzədib ağlına uymadığı üçün rədd edirsən. Yox, söhbət sizdən getmir Mücahid. Sizin özünüzdə mən söhbət eləmirəm. Sizin məzhəbiniz ki var, onların Allah'ı iki tane de ayağı var, birinin üstüne atıp sahih senedden, arşın üstüne uzanıp. Bu sizin kitaplarınızda gelip bu. Yani mücessime akidesindəsiniz. O demək olar ki Teymur Bey, mən sizə bu günləri hətta sizdən də öncə olmuş elm əhlinin şiələrdən mən sizə göstərə bilərəm. Hətta videoları da var. Və hətta bunun üzərinə risalələri də var. Bax, deyirsiniz ki, Allah'ı bu gün məxluq edib, Allah sizin hədislərdə deyirsən, Allah'a iki əli verilir, ayaq verilir. Teymur Bey, sizin hədislərdə Allah Azza və Cəllə İmam Hüseynlə çarpayda əyləşir, onunla əl ilə görüşür. Sizin Allah'ınız markat eləyir, sizin Allah'ınız Hüseyn radiyallahu anhə ilə gizdən parça oynayır, sizin Allah'ınız öz əli ilə imamları yoğurub. Necə ola bilər ki, öz əqidənizdə bunların olduğunu bilə-bilə qalxıb da mənim əqidəmdən siz söz deyirsiniz? Yox, söhbət, mənbər söhbəti ayrı bir şeydir, elmi söhbət ayrı. Bir də mənbərdə ki, Allah Teala ve Teala demək olar ki, Əhl-i Beytin demək olar ki, xəmirini yoğurub biz Əli ilə. Bunlar hamısı nağıllardır. Mənlə söhbət edirsən, nağıllarla söhbət eləmirsən. Allah Teala ve Teala Kur'an-ı Kerim'de buyurur ki, İnnəmə amruhu izə arada şeylə yəquləlləhu kun fəyəkun. Allah bir şey iradə eləsə, ona deyər, ol, o da olacaq. Həzrəti İsa'nı Allah Teala ve Teala necə yarattı Həzrəti Məryəmin qarnında? Deyir ki, Allah Teala ve Teala buyurur ki, Məsalu İsa indəllah kəməsəli Adam. Hazreti İsa'nın məsəli Allah'ın yanında kəməsəli Adam peyğəmbərin məsəli kimidir. Xalaqahu min turab. Adamı Allah Teala torpaqdan yarattı. Sümmə qalə ləhu kun. Ondan sonra ona dedik ol, fəyəkun o da oldu.
Deməli Allah Təbaraka və Təala belənki dirsə, o ərzad ora girmir. Da o ali hardan çıxar? Əlbət ki, pensiya çıxırdı, onun əllərini qoyub haçansa lazımla istifadə edəcək. Bu ayıbdır, belə şeylər deməyin. Teymur bəy, Allah Azza və Cəllə deyir ki, biz ona, yəni İsa'ya öz ruhumuzdan üflədik. Doğrudur. Bəli. Və nə vaxtı fi? Tamam. Burada öz ruhumuz deyəndə Allahın ruhu var. Yox, Allah Təbaraka və Təala'nın ruhu yoxdur. O mənsubiyyət üçün deyir. İndi bəziləri beləcə təfsir edir. Allah yalan, Allah deyir, ruhumuzdan üfürdü. Yox, Allah Təbaraka və Təala elə bir varlıqdır ki, yəni ki, öz Ay Teymur bəy, Allahın İsa'ya üfürdüyü ruh kim idi? Kimin ruhu idi? Nəyin ruhu idi? Onun həqiqətin Allah Təbaraka və Təala özü bilir, bir də ona vaqif olan alimlər, o zaman Teymur bəy, əgər Allah Azza və Cəllənin İsa'ya üflədiyi öz ruhunu açıqlaya bilmirsinizsə və deyirsinizsə ki, bunun Allah qatında öz həqiqəti var, nəyə görə uca Allahın ruh barəsində işlətdiyiniz etiqadı, Allahın əli, görməsi, eşitməsi barəsində işlətmirsiniz? Baxınız, Allah Təbaraka və Təala çünki eyni qaydadır. Çünki ruh üfürülmək də Allahın sifətlərindəndir. Əldir, yəddir, görmək, eşitmək də uca Allahın sifətlərindəndir. Əgər siz Allah Azza və Cəllənin mövcudluğunu, vücudunu qəbul edib buna inandıqdan sonra uca Allahın bəzi sifətlərini təsdiq edib də bəzi sifətlərini inkar etsəniz, siz Allahı ikiyə ayırmış olursunuz ki, sizin Allahınızın bir tərəfi həqiqətdir, bir tərəfi isə məcazdır. Belə bir qayda harda var? Mücahid, bir dənə qulaq asqınən. Quran-ı Kərimdə Allah Teala buyurur ki, "Yes'alunaka anir-ruh." Ya peyğəmbər, səndən ruh barədə sual edirlər. Deyinən ki, sizə Allah Təbaraka və Teala az elm verib. İnne ruha min emrillah. Ruh Allah'ın emirlerindendir. Valla ama ataynakumul ilme illa qalila. Bu məzmunda ayə var. Teymur bəy, Allah Azza və Cəllə məxluq olan, özünün Teymur bir dəqiqə, Allah Azza və Cəllənin məxluq olan bir məxluqatı yaradır, ruhu yaradır. Və ruh barəsində deyir ki, ruh barəsində sizə az bir bilgi verilib. Sual, əgər sizə ruh barəsində az bir bilgi verilibsə, uca Allahın sifətləri barəsində çox bilgi harda var? Yox, Quran-ı Kərimdə olan şeyləri danışır. O zaman ruh da Quran-ı Kərimdə da Teymur Qurandan kənardır. Yox, Quran-ı Kərimdə ruh barəsində geniş məlumat yoxdur. Ona görə uca Allah Azza və Cəllə deyir ki, o halbuki onlar Allahı layiqincə qiymətləndirmədilər. O eşidəndir, görəndir. Nə deyir uca Allah? Allahı layiqincə qiymətləndirmək üçün ruhda uyguladığın tətbiqatı onun bütün sifətlərində də uygulayıb Əraf 7-yə görə eşitdik, iman etdik. Çünki hamısı Rəbbimizdəndir deməlisən. Danışmaqla Allah Təbaraka və Təala leysə kəmisli şeydir. Allahın misli yoxdur. O misli olmadığından onu sən fəhm eləyə bilməzsən. Heç onların Teymur bəy, Allah Azza və Cəllə, Allah Azza və Cəllə Teymur ayəti kəsmə Teymur. Teymur ayəti Allah Təbaraka və Təala uca Allah Azza və Cəllə Şura 11-də buyurur ki, leysə ki, bir dəqiqə Teymur, qoy bitirməsən izin verəcəm. O şey ki, onun misli yoxdur, sən onu dərk edə bilməyəcəksən. Teymur, mən dirəşirəm. Bax, diqqət elə. Uca Allah Azza və Cəllə sən deyirsən ki, Allah Təbaraka və Təala buyurur ki, mənim əlim var, yadım var. Deməli, orada həqiqətən yad mənasındadır. Elənçi olsa əgər Allah Təbaraka və Təalanın şəklini nəğuzubillah rüsqanı götürüb Allahın şəklini çəkərəm. Bəli, Allah Təala arşın üstündədir. Süməstəva aləl arş, deməli orada uzanıb. Mən nə bilim, Allah Təbaraka və Təala görür, deməli gözü var, deməli əli varsa əlbəttə ayağı da var, əli varsa çiyini də var. Qurası ayıbdır, bu barədə danışmayın. Demək, biabırçılıqdır bu. Allah Təbaraka və Təala buyurur ki, Allahu nuru semavati vel ard. Allah yerin və göyün nurudur. Bəsit bir dənə nurdur. Qul huvallahu ahad, Allahus samad. Teymur bəy, uca Allah Azza və Cəllə deyir ki, Teymur bir dəqiqə. Bir dəqiqə Mücahid, sənə bir dənə söz deyir. Mücahid, samad kəlməsinin mənası bilirsən, qul huvallahu deyirəm Allah, İxlas surəsində. Sən əgər samad kəlməsinin mənasını dərk eləsən, bilərsən ki, sənin dediklərin Allah barəsində o təsəvvür ki var sizlərinizdə, yəni boşsuz demək olar ki, qol olmazdı. İki də əli varsa... Teymur, Əl-Səməd, uca Allahın ehtiyatsızlıq sifətidir. Çox təəssüflər olsun ki, Allahın Əl-Səməd sifəti ehtiyatsızdır. Teymur bəy, samad kəlməsinin də mənasını dərk eləmişdir. Danışmayaq biz Teymur, ancaq sən möcüzələyəcəksən. Allah Teala buyurur ki, huvel əvvəlu vəl axir və zahiri vəl batin. Sən bunu dərk eləyən ki, insan hələ elə bir dənə varlığı təsəvvürdə gətirə bilməz ki, əvvəl olduğu halda axır da olsun. Zahir olduğu halda batin də olsun. Bir dəqiqə Teymur, yo. Vallahi küfr edirsən, qardaş, küfr edirsən Teymur. Bir deyən gidən. Teymur, xahiş edirəm bir izin ver gidən. Allah üçün saqqalına ant verirəm, ibadət etdiyinə ant verirəm. Bir dəqiqə deyən gidən. Mən nə bilim,
cənnətə ham gülməyi gəlir. Mən nə bilim cəhənnəmə ayağın qoyur. Mən nə bilim baldırı ilə onu tanıyarsınız qiyamət günündə. Baldırı da var, ayağı da var. Səhih Buxarıda var ki, cəhənnəmə qoyacaq, cəhənnəmi söndürəcək. Əli də var. Daha nəyi yoxdur? Başında qıvrımsaçlı, özdə İbn Teymiyyə deyir ki, demək olar ki, şab-ı əmrəddir. Yəni qıvrımsa bir dənə cavan oğlandır. Daha hansı bir şey yoxdur? Düzdür, bir dənə kişilik aləti onda yoxdur. O da sizin kitablarınıza gəlir. Bir dənə demək olar ki, həlbət xunsadır da olan qızdır. Orası yoxdur, o da sizin kitablarınıza gəlir. Sizin Allahınız həm xunsadır, həm ayağı var, həm baldırı var, həm əli var. Demək olar ki, başında da qıvrımsaçlı, üzündə hələ tük çıxmayıb, gəncdir. Allahu Akbar, xahiş edirəm bir diyan gidən qardaş. Allah bu necə Allahdır? Mən necə Allahdır mən deyirəm, da mən deyirəm. Teymur, mən deyirəm, mənim cavabım var qardaş, izin niyə qoymursan cavabını verim sənə? Sizin Allahınız ara. Teymur, elə eləyirsən ki, qəsdən belə eləyirsən ki, səni ataqda canlıdan. Allah qəsdən eləyirsən. Bir diyan gidən qardaş. Allah, bax, etiqadımız Teymur, mən sənin sözünü kəsmədim ki, kəsmə. Ağsaqqal adamsın, sənə cəmaat baxır. Bir dəqiqə saxla günə. Bax, bir dəqiqə. Allah azza və cəllə. O necə uzanıb orada? Teymur, bir dəqiqə, səsini bağlamaq istəyirəm, bir dəqiqə deyən gidən Teymur. Olar? Çox xahiş edirəm. Dinlə. Bəli. Dinləyin, öyrənin, olarsa. Allah azza və cəllə ayət ağzımda qaldı, ey qardaş. Ayət ağzımda qoymursan, ey Allahın ayətini deyəm. Allah azza və cəllə Qur'an-ı Kərimdə leysəkə misluhu şey'un və huvə əs-səmi'u əl-bəsir. Onun mislində heç nə yoxdur, o eşidəndir, görəndir. Onun mislində heç nə yoxdur, eşidəndir, görəndir. Mislsiz olduğunu və daha sonra görmək və eşitmək sifətini niyə vurğulayır bilirsən? Çünki uca Allahın görmək və eşitmək sifəti uca Allahın zatındandır. Nəticədə zatının misli olmadığı kimi, zatının bir də sağlam. Allahu Akbar. Belə olmur ki, yekə adam qoy danışaq da. Sən bilmirsən, sənin Quran-Kərimdən xəbərin yoxdur. Baxız. Ay, sənin yoxdur, qoy danışaq da Teymur. Yox, bir dəqiqə öyrədim sənə onu. Ay, nə öyrədirsən, bir diyan gidən də, qardaş, qoy danışaq. Sənə toydu başa salın, bir dəqiqə. Ləysə kəmisli şey. Ay, nə tövhidəl, mən sual verirəm, mən diyan gidən. Yox, sən düzgün tərcümə eləmədin axı. Dinlə, axıra kimi dinlə, sonra cavab ver gidən. Sən düzgün tərcümə eləmirsən ayəni. Sən də düzgün vermə, mən dinlədim. Dinlə, sonra cavab ver də, qardaş. Dinlə, sonra cavab ver, səbrin yoxdur. Yox, mənim əgər sual batıl olarsa, cavab da batıl olmalıdır. Mən cavab verirəm sənə, bir diyan gidən da. Hörmət eləməlisən, çünki danışırıqsa hörmət eləməlisən. Mən sənə elədiyim hörməti sən də mən eləməlisən. Mən hörmət eləmirəm, səni çağırdım, burada söhbət eləyək də. Daha demədim ki, sən ayəni batıl şəkildə... Sən əgər yanından söhbət eləməyə çağırıb, insanları çağırıb da, daha sonra onları həm özün söhbətə çağırıb, həm də elədiyin söhbəti özün kəsib onu danışmağa qoymursansa, vallahi kaş o insanı çağırmayaydın, əgər axırda belə hörmətsiz deyəcəksənsə. Yox, demək olar ki, siz əgər bir Quran-ı Kərimə cavab verirəm, bir diyan gidən Teymur, mən deyirəm cavab verirəm. O qədər 200 nəfər səni dinləyir. Siz ayəni tərcümə eləyə bilmirsiniz. Demək olar ki, onun üzərində də sual qurursunuz. Deməli, sizin sualınız da batildir. Teymur, bir dəqiqə qoy, mən də danışım. Xahiş edirəm, olar. Səsini bağlayayım ki, burada. İstəyirəm bağlayayım, sən orada danış, mən burada danışım. Gəl, sən mənim səsini bağla, sən öz canlı danış, mən də burada, nəyə qoşuluruq? Bax, Allah azza və cəllənin sifətləri barəsində dediniz ki, Allah əl-əvvəl, əl-axir, əz-zahir, əl-batindir. Və buradan belə bir isnad çıxardınız ki, əgər Allah əl-əvvəl deyəndə və bunu zahirən ispat edən deməli Allahın əvvəli var. Və əl-axir deyəndə bu ayətin zahirinə görə deməlisiniz ki, Allahın zahiri var. Xeyr. Uca Allah azza və cəllə özünə əl-əvvəl, əl-axir deməyindəki, bax bir dəqiqə. Uca Allahın özünə Allah əl-əvvəldir deməyi, bütün əvvəllərin, əvvəli olan hər şeyin, hətta əvvəl sözünün özü belə uca Allaha aid olmasını, yəni bütün yaradılmış bütün məxluqatların əvvəli Allaha qayıdır. Bunun üzərinə Allah əl-axir deyəndə yaratdığı bütün məxluqatın axırı da Allaha qayıdır. Siz bunu bilmirsinizsə, mənim suçum yoxdur, gedin öyrənin. Bunun üzərinə belə bir şey deməliyəm ki, olmur. Yox, eləkidir. O məxluqat olmamış o sifət Allahda var idi ya yox? Huvəl əvvəli vəl axir vəl bəli. Bəs nə üçün məxluqa desə ki, axırda nə bilim
hamısını yaradan o. Yaratmışlar söhbət məxluqatdan getmir orada, o ayədə. Yox, yəni Teymur, mənim mənim izahım budur. Allahın əl-əvvəl sifəti barəsində gedən nədir? Bax, sən birinci bunu dərk eləginən ki, Teymur Allah bəy, Teala və Teala'da Allahın olan sifətlərin əl-əvvəl sifəti nə hamısı demək? məxluqatla bağlı təyin edilmir ki. Teymur bəy, Allah Teala Allahın şeyini əl-əvvəl sifəti sifəti nədir? Allah Teala və Teala Hazreti İmam Sadiq Aleyhisselam'a deyilər ki, ağa, Allahu Ekber deyəndə İmam Sadiq Aleyhisselam buyurdu ki, Allahu Ekber deyəndə nə nəzərdə tutur? Dedi ki, hər şeydən böyükdür. Hazret buyurdu ki, o şey ki təsəvvür edirsən ondan da böyükdür. Teymur bəy, Allahın əl-əvvəl sifəti nə deməkdir? Əvvəl də belən şeydir. Nə demək? Yəni eyni tohid. Yəni Allah Teala və Teala var ki, heç bir şey yox idi. Ona zaman zat ki, ona demək olar ki, zamanı, məkanı o xəlq edir. Teymur bəy, xahiş edirəm konkret, Allahın əvvəl sifəti nə deməkdir? Əvvəl imkanı da hər bir şeydən əvvəldir. Yəni ki, hər bir şeydən əvvəldir ki, zaman və məkandan xaric olduğu halda. Teymur bəy, Allahın əl-əvvəl sifəti nədir? Qədim də əvvəldir. Hər şey. Əvvəl yəni Allahın qədimi var? Yəni necə, hadisdir. Yox, Allah qədimdir, Teymur. Qədim deyil və nədir? Yəni qədim yəni nə? Əgər, bir dəqiqə. Teymur bəy, qədimin özü məxluqdur. Teymur bəy, qədim məxluqdur yoxsa qeyri-məxluqdur? Qədim məxluqdur özü, qədimin özü. Qədim yox, məxluq deyil. Əgər, bir dəqiqə. Lafbazı eləməklə Teymur, bir dəqiqə. Lafbazı eləməklə. Allah Teala və Teala həmişə olub, həmişə də olacaq. Teymur bəy, Allahın əl-əvvəl, əl-axır nədir Teymur? Bu nədir? Sən demək olar ki, Allah Teala və Teala'nın zatını işlə təhlil edəcək. Bu zatı da bizim ağlımızla yol tapmayacaq. Allah Teala və Teala həmişə olacaq. Teymur bəy, əl-əvvəl nə deməkdir? Bəli? Əl-əvvəl nə deməkdir? Yəni həmişə olub. Allah qədimdir. Allah əlbəttə qədimdir. Tamam. Əgər Allah qədimdirsə, Qur'an-ı Kərim, yəni əl-əvvəl bu başlanğıc demək və qədim deməkdir. Teymur bəy, qədim deyəndə, yəni ki, Allah Teala və Teala elə bir sən fərz edə bilməzsən ki, elə bir dəhr fərz edə bilməyəcəksən ki, Allah Teala və Teala yox idi orada. O cəhətdən mən deyirəm qədimdir. Sən nə danışırsan Teymur? Allah Teala və Teala məsələn Allah deyir ki, qədim tövhid yoxdur. Bir deyən mən sənə başa salam. Qədim ehsandır. Yəni ki, Allah Teala və Teala'nın ehsanı da qədimdir. Əlbəttə bunu da müxtəlif şəkildə məna edirlər filosoflar, onunla işimiz yoxdur. Yəni Allah Teala və Teala elə bir zaman, məkan, nətər fərz edə bilməzsən ki, Allah Teala və Teala onun fovqunda olmasın. Allah Teala həmişə olur. Ay Teymur. Sən əvvəl deyəndə nə nəzər edirsən? Yəni Allah Teala əvvəl xalq edib. Allahın əl-əvvəli. Bu batildir. Sənin bu inancın, bu üzrləsə belə səsini bağladım qardaş. Mən bağladım. Çünki bu adam qoşulub niyə? Moizə eləməyə. Dinlə də gör biz nə deyirik. Ay baxın danışır orada. Danış ha. Öz adam. Əgər yox sən ancaq özün danışacaydınsa mənim canıma nə qoşulursan? Açmışdım da gül kimi bizim qardaşlarla danışardım. Özünü soxdun ortaya. Allahın əl-əvvəl sifətini bilmirsən ey Teymur. Bir dayan dinlə məni. Allah azza və cəllə deyirsən ki, uca Allah qədimdir. Teymur, qədimin özü məxluqdur. Allah azza və cəllənin özü qədimi yaradandır. Əgər Allah qədimdirsə, o zaman qədim Allahdır yoxsa Allah qədimdir? Hansını yaradıb? Allah azza və cəllənin əl-qədim sifəti harda var? Yerin göyün Rəbbindən dostun yoxdur. Əl-əvvəl var. Əl-əvvəl sifəti əl-qədim demək deyildir. Əl-əvvəl bütün məxluqatın Allahın əvvəlinə qayıtmasıdır. Yəni Allahdan əvvəl heç nə olmamasıdır. Əl-axir isə bütün məxluqatın axırına qayıtmasıdır. Yəni Allahdan başqa axır yoxdur. Bunu Şura 88-i təsdiqləyir. Hər şey həlak olacaq yalnız onun vəkilindən başqa. Deməli, Allah azza və cəllə deyir ki, hər şey həlak olacaq yalnız onun vəkilindən başqa. Yəni heç bir şeyin hər şeyin axırı var yalnız Allahın vəkilindən başqa. Çünki əgər başqalarının da axırı olmasaydı bu paradoksdur. Hər şeyin axırı var, hər şey həlak olur və Şuara 88-ə görə Allahın varlığı həlak olmur. Nəticədə belə başa düşürük ki, uca Allahın əl-əvvəli hər şeyin əvvəlindən ona qayıtması, əl-axir isə hər şeyin axırının ona qayıtmasıdır. Necə yəni yox? Qədimi xəlqin yanından. Allah qədimi xəlq edir. Yəni nə demək istəyirsən? Qədim nədir? Rəngi nədir? Haçan yaradı bunu qədimi? Adamdır, canlıdır, nədir? Teymur bəy, Peyğəmbər sallallahu aleyhi və səlləm və imamlar. Qədim nədir Allah onu xalq edir? Teymur bəy, imamlar qədimdir. Sən cavab verginən, qədim nədir Allah onu xalq edir? Buna cavab verməklə keçmərəm bu tarafa. Deyirəm. Qədim nədir? Deyim. Deyinə.
Qədimin özü bir tarixdir. Qədimin özü bir tarix olduğu üçün ona görə Uca Allah Azza və Cəllənin tarixi ola bilməz. Bax belə deyim, bizdən öncəki millətlər bizə görə qədimdir. Allah Azza və Cəllənin Qur'an-ı Kərimdə vurğuladığı o Lutun qövmü, Musanın qövmü, İbrahimin qövmü, bunların hamısı o bizə görə onlar qədimdir. Nəticədə Uca Allah, nəticədə qədim, qardaş, qədim tarixdir. Tarix ayrı bir şeydir. Allah'ın tarihi Etiqad ayrı bir yoktur. şey. Sen Allah etiqadi qədimi bəhs yaradan, edirsən, Allah tarixi bəhs tarihi edirsən. yaradandır. Mücahid sən etiqadi bəhs edirsən, tarix bəhs edirsən. Mən bilirəm onlar qədimdir. Allah Teala onları da yaradıb. Qədimdə yaşayanları. Amma qədim zihində bir dənə məfhumdur. Qədimin xaricdə bir dənə varlığı yoxdur deyəsən ki, bunu qədimdir, bazarda gedə adam rəngi demə qırmızıdır. Qədimi mənə göstər günə. Qədim də məfhumdur. Teymur bəy. Allah qədimdədir yoxsa qədim Allahdadır? Bəli? Allah qədimdədir yoxsa qədim Allahdadır? Qədim heç bir şeydir. Qədim bir dənə məfhumdur. Teymur bəy, Allah qədimdədir yoxsa qədim Allahdadır? Allahu Ekber. Qədim nədir axı? Qədimin xarici varlığı yoxdur, reallığı yoxdur axı. Qədim deyirsiniz ki, qədim tarixdir. Qədim tarix ayrı bir şey. Tarix yəni ki, baş verən tarix. Bu var, baş verir. Bax, Teymur, Azərbaycan dilçiliyindən belə xəbərin yoxdur. Biz bu günlər qalxıb deyəndə, mən otururam ağsaqqalı kişilərin yanında deyir, abala, qədim vaxtı belə şeylər var idi. Qədimin özü tarixdir, öncə olmuş şeylərdir. Əgər sən desən ki, Allahın əl-əvvəli qədimdir, Teymur, lakanik sual. Əgər Allah qədimdirsə, qədim Allahdadır, yoxsa Allah qədimdədir? Mücahid, bir dəqiqə qulaq aşkınəm. Bir dənə məfhumu var, zehni məfhumlar var. Onların reallığı yoxdur kənarda. Məsəl üçün, tarix kəlməsi. Mənə sən tarixi göstərə bilərsən bazardakı tarix. Məsəl üçün, burada, məsələn, kitabı göstərə bilərəm, bu kitabıdır. Sən mənə tarixi, qədimi belənki göstərə bilərsən ki, deyək ki, Allah Teala bunu xəlq edib. Göstərə bilərsən ya yox. Bəli, göstərə bilərəm. Göstərə bilərəm. Qurandan dəlilim var. Allah Azza və Cəllə Maidə surəsinin 2-ci ayətində buyurur ki, sizi və sizin etdiklərinizi Allah yaradıb. Nəticədə Uca Allah Azza və Cəllə Maidə 2-yə görə bizi yaradıbsa, bizim etdiyimiz və bizim qədimdə olmağımızın özünü belə Allah yaradıb. Çünki Maidə 2 bunu dəlildir. Bizi Allah yaradıb. Qədimi də Allah yaradıb, qardaş. Qədimi də Allah yaradıb. Bu bir dənə məfhumdur, zehni bir dənə məfhum. Qədim bir dənə zehni məfhumdur. Qardaş, bu qədim Allahın məhfumundadır. Allahın zehnindədir. Allah Teala hər şeyi yaradıb. Ancaq sən deyirsən ki, Həsəni yaradıb, Hüseyni yaradıb, bir dənə qədimi yaradıb. Belə deyirsən də sən, ha? Yoxdur qədim, elə ki, yoxdur. Həsən Hüseyni yaradıb Allah Teala qədimdə. Ay Teymur, küfür de Teymur. Xahiş edirəm, elm əhlisinə cavab ver mənə Teymur. Başqa sual vermirəm. Vallahi vermirəm. Sən dedin ki, Allah qədimdir. Sual verirəm. Qədim Allahdadır, yoxsa Allah qədimdədir? Sakit bir dənə demək olar ki, tezsiz danışmayın. Sən bəlkə də bilirsən mən nə demək istəyirəm. Sən iki dənə şeyi qarışdırırsan. Bir dənə vücud-i zehni var, bir dənə vücud-i xarici var. Bir məfhum vardır ki, məsəl üçün mən deyirəm ki, məhəbbət. Məhəbbəti hər bir kəslər, amma kənarda məhəbbət mənə göstərə bilməzsən. Ay Teymur, qədimə dön, qədimə. Bir dəqiqə, qədimdə dönüm. Səni başa sarım, qədim də o məfhumdandır. Teymur, qədim Allahdadır, yoxsa Allah qədimdədir? Qədim yoxdur, qədimin xarici varlığı yoxdur. Qədim yoxdur, Teymur, qədim yoxsa sizin görünüzə görə əgər Allah qədimdirsə və indi qalxıb deyirsinizsə ki, qədim yoxdur, deməli Allah yoxdur. Ayda, sən nə qədər müğaltı edirsən. Akşı, sən məndən yox, get gidən başqa alimlərdən, tələbələrdən, ruhalərdən soruş gidən. Deyilən, bu axşam bəhs elədim Teymurdan. Teymur dedi ki, qədimin xarici varlığı yoxdur. Mən bu üstündə qalıram. Əgər Teymur Allah varlıqdır, Teymur Allah varlıqdır, Teymur Allah varlıqdır, Allah varlıqdır. Allahın xarici varlığı var, amma qədim isə Teymur Allah varlıqdır. Allah da vardır Allah. Tamam, bir də dedin ki, qədimin xaricində heç nə yoxdur. Və bunun üzərinə Allah varlıqdır. Əgər Allah varlıqdırsa, qədimin xaricində varlıq yoxdursa, o zaman Allah qədimdədir. Nə danışsan? Qədim var, qədim kəlməsi zehni varlığıdır. Xaricdə real varlığı yoxdur. Ancaq Allah təbarəvətə isə, məsəl ki, mənim babam qədimdə olub, 100 il bundan qabaq qədim. İndi deyirsən ki, sənin baban o qədimin içində olub, ya qədim onun babamın içində olub. Mənim babam qədimin içində olub. Mənim babam qədimin içində olub. Allahu Ekber. Bəli. Sən bunu başqa yerdə demə, gülərlər sənə. Sənin babam qədimin içində olub. Məxluq qədimdədir. Məxluq qədimin içindədir. İndi sual verirəm. Teymur, axırıncıda bir sual verirəm. Allah qədimdədir, yoxsa qədim Allahdadır? Cavab ver.
nə Allah təbarək və təala qədimdə deyil, o cür ki sən düşünürsən. Sən necə Nə də düşünürsən? ki qədim Allahda deyil, o cür ki sən düşünürsən. O zaman qədim yoxdur. Allah təbarək və təala Teymur, qədim var yoxsa yoxdur? Ha? Qədim var yoxsa yoxdur? Mən dedim, xaricdə real varlığı yoxdur qədimin. Allah Azza və Cəllə real varlıqdır da, düzdürmü? O zaman Allah Əlbəttə Azza... real varlıq. Yaxşı da, Bəli. deyil, bax qardaş, çox basitdir. Deyirsiniz ki, qədimin xaricində real varlıq yoxdur. Və bunun üzərinə sual ver, bir xahiş, Allah üçün bir sus ki, çox xahiş edirəm. Deyirsən ki, qədimin xaricində real varlıq yoxdur. Və bunun üzərinə sual verirəm ki, Allah real varlıqdır, deyirsən bəli. Deməli, belə çıxır ki, əgər qədimin xaricində real varlıq yoxdursa, Allahın özü... Bir dəqiqə. Əgər qədimin xaricində real varlıq yoxdursa, Allah da real varlıqdasa, deməli, Allah qədimin içindədir. İndi mənəm mücəssimə yoxsa sən? Mən sənə sual verirəm ki, sənin baban qədimin içində olub, ya qədim sənin babamın içində olub? Mənim babam qədimin içində olub. Bunu heç yerdə deməyən sənə güləcəklər. Qədim otağın içində deyə bilər, mənim atam, babam otağın içində olub, 1000 il bundan qabaq evin içində olub, torpağın içində olub. Sənin babanın səndən öncə 1000 il öncənin özü elə qədimdir. Amillər, bəlkə də başa da düşürsən, ancaq ki, həzb eləyə bilmirsən. Qədim, bu cahil sənə qardaşın desin, qədim bir dənə məfhumdur, zehni bir dənə məfhumdur ki, deyir ki, qədimdə olub, babalarımız qədimdə olub. Bu adi bir dənə demək olar ki, ifadədir ki, yəni ki, keçmişdə olub. Nə ki, qədimdə bir dənə şey var idi, varlıq, real varlıq, çöldə, eşikdə. Yəni ki, huzur-i zehni yox, huzur-i xarici olub, babamız da onun içində yaşayıb. Bu batil bir dənə inancdır. Bu batil bir dənə bir dəqiqə. Teymur, qədim sözünün özü nə deməkdir? Qədim necə başa düşsən ilənçi? Yəni ki, qədimdə də. Bax, sən mənə deyəndə ki, qədim, mən nə başa düşürüm qədim sözündən? Qədim yəni ki, keçmiş. Keçmiş tarixdir mi? Siz bilən ki, bəli, bu söhbət ondan gedir. Keçmiş zamandır mı? Keçmiş zamandır, bəli, keçmiş zamandır, indiki zaman. Dayan. Qədim keçmişdir. Keçmiş zamandır. O zaman, bir dəqiqə. O zaman zaman və qədim, o zaman zaman və tarix olan qədimin xaricində varlıq yoxdursa, belə çıxır ki, Allah Azza və Cəllə zamanın içindədir. Çünki Allah qədimdir. Yox, elə ki deyil. Bax, zaman barəsində biraz fikirlər var, filosoflar. Axı dediniz ki, qədim zamandır. Yəni Allah zamandadır. Bir dəqiqə qulaq asqınla. Zamanın özü barəsində hələ sabit nəzəriyyə yoxdur ki, zamanın kənarda reallığı var ya yox. O filosoflar arasında bir dənə bəhs. Zaman real deyil. Bazı filosoflar deyir ki, zaman real deyil. Zaman real deyil. Yox. Demirəm mən, deyirəm ki, bəzi filosoflar deyirlər ki, zamanın reallığı yox. Mən nə deyirəm filosof, sən müsəlman adam deyilsin. Mən nə filosofdan kişi? Nə filosof? Mən kiməm abi? Zaman barəsində Aristoteldən bəri bəhs. Filosof. Filosof mən nəyim? Mənim nəyim lazım filosof? Sən müsəlman deyilsən. Filosof müsəlmandır. Bəli, filosof müsəlmandır. Hansı filosof müsəlman olub? Söhbəti nə üçün fırladırsan? Birini də görüm, hansı müsəlman filosof olub? Mücahid, get kitab oxu. Zaman barəsində o qədər kitablar yazılıb. Səni tərəzinin gözünə qoysan 100 dənə səndən çəkəcək. Allah, Teymur, bax, bir dənə zaman real deyil deyən adam gətir və sübut eləsin, tövbə eləyirəm. Zamanın özü realdır, biz də real olan zamanın içindəyik. Dedin ki, qədimin özü elə zamandır, deməli və qədim zamandır. Allah da qədimdir, deməli belə çıxır ki, qədimin kənarında real varlıq yoxdursa, Allahın özü real varlıqdırsa və Allahın reallığı qədimin kənarında ola bilmirsə, qədim zamandırsa, o zaman real varlıq olan Allah zamanın içindədir. İndi özünü təkfir elə. Çünki mücəssimə oldun, qardaş. Allah'a zamanı verdin. Özünü təkfir elə, ya tövbə elə. Teymur, tövbə elə. Allah'a niyə zaman verirsən, Teymur? Nə haqqın var sənin Allah'a zaman verməyə? Zaman hərəkətin... Yox, sənin Allah'a zaman verməyə nə haqqın var axı? İndi mənəm mücəssimə yoxsa sən özünüzü cırırsınız ki, siz mücəssiməsiniz. Mücəssimə sənsən ki, Allah'a zaman verirsən. Niyə? Mücəssiməsiz, Allah təbarə və təala üçün əl qayılsın. Mücahid, birinci, get biraz, sənə bir dənə qardaşım istəyir ki, zaman barəsində oxu günə. Teymur, bəhs belə olur. Teymur, bəhs belə olur. Zaman barəsində filosofların inancı, əqidəsi nədir? Bu, bir dənə mühüm bir mövzudur. Halallıq verirsən, mən bunu paylaşım. Bu kaydı çıxardım. Əlbəttə paylaşır. Harada paylaşırsa paylaşır. Mən bunu çıxardım, paylaşım. Mən bunu paylaşım, cəmaat baxsın. Sən dedin ki, hamı baxdı. Sən dedin ki, Allah
qədimdir. Və bunun üzərinə qədimin kənar xaricində real varlıq yoxdur. Allahın özü real varlıqdır. Qədim zamandır. Əgər zamanın kənarında real varlıq ola bilmirsə, o zaman sizin sözünüzə görə real varlıq olan Allah qədimin, yəni zamanın içindədir. İndi Allah'a sən niyə zamanı verirsən? Bir dəqiqə uzadırsan sözü, mən tuta bilmirəm nə demək istəyirsən. Amma mən onu demək istədim ki, sənə qədim deyəndə, qədim elə xaricdə varlığı yoxdur. Bu bir, bunun üstündə get harda paylaşırsa get paylaşırlar. Heç bir pedersufda sənə qədimi göstərib tapa bilməz ki, sənə desin ki, sənin ulu babam bu qədimlə bir dövrdə yaşayırdı, bu qədimin içində yaşayırdı. Sən bayaq dedin, mənim babam qədimin içində olur. Nədən? Mənim babam qədimin içindədir. Çünki qədimin özü zamandır. Qədim nədir, nədir? Qədim zamandır. Yalan deyirsən, bayaqlar belə demirdin. Sən demirsən mi qədim zamandır? Demədim incə qədim zamandır. Yox, qədim ayrı bir şeydir zaman. Qədim, zaman qədim də ola bilər, qədim olmaya Teymur, sən demədin ki, qədim zamandır? İndi sən Mücahid, indi bu dövrdəki, indi bu dəqiqədə söhbət edirik. Zamanda yaşırsan ya yox. Sən qədim zaman demədin? Bir dəqiqə, zaman qədim də ola bilər, müasir də ola bilər, saxla yine. Müasir özü elə zamandır da, müasir və qədim elə zamandır da. Yox, zamanın sifətləri. Sən demədin mi ki, qədim zamandır? Yalan deyirsən, zamanın sifətləridir, qədimdir, müasirdir, huzurdur. Qədim zamandır yoxsa yox? Qədim, bir də saxla yine, zamanın xüsusiyyətləridir. Qədim də ola bilər, hazır da ola bilər, müasir də ola bilər. Yaxşı, qədimin, ay Teymur, mənə zaman olmayan qədimi izah elə görüm. Bir də, indi zaman var, qədim deyil. Bizdə, mənim uşaqlarıma görə, sənin nəvənin nəticənə görə 100 ildən sonra sən qədimsən. Sən indi söhbət edir, indi söhbət edir. İndikini danışırıqsa bizdən sonra gələcək insan... Ona danışma, onu söhbət eləmə. İndi sən qədimdəsən. İndiyi deyirəm. İndi eyni şəkildə biz də bizdən öncə yaşayan insanlar üçün qədimik. Deməli nisbidir. Deməli sənin o qədim və huzur söhbətin ki var, deməli nisbidir. Nisbi də oldu, deməli o etibari varlıqdır, həqiqəti yoxdur, batil olur. Biz indi real olaraq qədimdəyik, yoxsa qeyri-real? Qədimdə deyilik, biz indi hazırıq, amma biz zamanında deyilik, Teymur, biz zamanında deyilik. Keçmişə nisbət, keçmişdə yaşayanlara nisbət gələcəkdə yaşayırıq. Teymur, keçmişə nisbətdə gələcək olan zamanıq, gələcəkdə olan insanların nisbətdə keçmişdə olan qədimik. Deməli qədim nisbi bir şeydir, nəinki həqiqi, elədir. Qədim realdır da, Teymur, qədim elə zamandır. Yox, deyir ki, şeydir, o şey ki nisbi oldu, onu real necə ola bilər? Allahu Akbar, belə bir qayda var. Teymur, mənə baxıram. Qədimin özü zamandır. Mənə baxırıq, Teymur, mənə baxırıq, bu söhbətdən çıxmalıyıq, Teymur. Sən dedin ki... Yox, çıxma. Mücahid, sənə başa dalmalıyam. Sən mənə baxıram. Bir dənə Mücahid, bir dənə diqqət edə, mən sənə sual verim, belənsi icra elim. Sən başa düşmürsən. Bir dəqiqə, sən köhnə bir şey mənə göstərə bilərsən, köhnə. Köhnəni kənarda göstərə bilərsən. Təzəni mənə göstərə bilərsən. Bəli. Yalancının aba başladın lənə. Sən köhnə ilə təzəni mənə göstərə bilərsən. Bəli, göstərim. Bunun başı xarabdır. Teymur göstərim. Amilnət, köhnə. Teymur göstərim mi? Deyirəm göstərirəm. Ay ki, vallahi göstərirəm. Köhnə dəftəri yox. Teymur göstərim mi? Sual verdin, cavab verirəm. Teymur, bax diqqət elə. Mən keçmişəm. Çünki mən indi yox, keçmişdə doğulub olmuşam. Mənim uşağım isə indidir. Çünki o nə gələcəkdə, nə də keçmişdə doğulmayıb. O indidir. Nəticədə mən keçmişdə doğulduğum üçün mən köhnəyəm. Mənim uşağım indi doğulduğu üçün o təzədir. Mücahid, sən hansəvi düşüncədən məhrubsan, ona xatir mən əziyyət çəkirəm. Sən demək o mənim dilimi tuta bilmirsən. Mücahid, bax, sənə qardaşım bir şey desin. Köhnədir, təzədir, qədimdir. Hazırdır. Vallahi bu mövzuda məndən bir şey bilməyəcəksən. Sən bunları mənə göstərə bilməyəcəksən. Bunlar zehni məfhumlardır. Teymur, məncə sən get, başqası qalıqsın. Bilən, dinini bilən qalıqsın. Qədrin nə olduğunu bilən, zamanın nə olduğunu bilən qalıqsın. İndinin və köhnənin nə olduğunu bilən qalıqsın. Əvvəlin və axırın nə olduğunu bilən qalıqsın. Sən bunları bilmədiyin üçün sən getkinən, başqası gəlsin. Sinə düşür. Mücahid, sən nə qədimin, nə köhnəyi, nə təzəni göstər. Get yay girən. Deyinən ki, Kərbəlayı Teymur mənə köhnəli dedi göstər, mən də göstərdim ona. Mən öz uşağımı göstərdim. Göstərdim. Yalan. Ayıb sənsin. Ay qardaş, Teymur, sənin özün, Teymur, sən köhnəsən.
Köhnə nə deməkdir Teymur? Köhnə lap öncədən olmuş və daha sonra və həmin sənin özündən başqa yenilənən şeylər varsa, sən yenilənənə aid yox, köhnələnənə aidsən. Nəticədə sənin özün köhnəsə, indi olan istər insan, istər hər hansı bir materiya, o da yenidir qardaş. Sonra olacaq şeylər isə gələcəkdir. O da yenidir, ayrı bir şeydir. O da bu köhnə, bu Ruçka yenidir, ayrı bir şeydir. Sen Ruçkanı bana gösterme. Bizden sonraki gelecekte öz vakiyesine göre yeni olacak. Bu Ruçkanı bana gösterme. Bunun qədim veya köhnəliyini bana göster. Köhnə. Bu Ruçka bana gösterebilirse çürüyüb Ruçka. Ama köhnəni bana göster. Köhnə. Ruçka yok. Köhnə. Tamam. Gösterebilirse farında köhnə var. O zaman qəbul etməliyik. Sen dersen ki Ruçkanın köhnəliyi mənə göster. Doğrudur. Deyər ki, Passatı buna kadar köhnədir. Sən beləncə danışırsan, sən cahilsən. Teymur bir dakika. Əlindəki Ruçkayı materiyalardan indi düzəltdin, yoxsa bu əvvəldən düzəldildi sənin əlinə çatdı? Allahu Ekber. Cavab ver. Bana bakın, bunu 100 il, 1000 il bundan qabaq düzəldiblər. İndi gəlib mənim əlimə çatır. Teymur, mən çıxasıyam. Mənim namazını qılım. Səndən olmur Teymur. Çünki sən bacarmırsan. Bak get girəm, mənim bu söhbətimi get yay günən hər yerdə. Biləni varsa, savadlısı varsa, o gəlsin. Onu qoşum inşallah, onunla danışaq. Çünki sən bacarmırsan Teymur, olmadı. Bunu da halallıq verdin ki paylaşacağım. Çıx Teymur, çıx. Harada git paylaşdın. Özün necə qoşuldun, çıx, başqasını qoşun. Sən mənim söhbətimi fırladıb, demək olar, başqa cürə əgər təhlil eləsən, fikirləsən, onu əlbəttə mən halallıq vermərəm. Amma yerin göyün Rəbbinə and içirəm, 216 nəfərin içində, 216 nəfərin içində mən Mücahid Kafqaz bütün bu qardaşlarımın qabağında söz verirəm ki, bu kaydın bir saniyəsini belə kəsən mənim payıma namərddir. Heç fərqi yoxdur, isə hamısını kəs. Amma sən bax, əvvəl xilafətlə bağlı söhbət edib, gördün ki, orada demək olar ki, biraz əziyyət oldu sənə, demək olar ki, cavab verə bilmədi. O mövzunu, bu mövzunu, əlbəttə mən də qəbul edim, bu arada söhbət elədik. Amma yenə də mənim fikrimi sənə deyim ki, baxız, köhnədir, qədimdir. Teymur, əlindəki qələm indi düzəldildi, yoxsa öncədən düzəldilib, sonra əlinə çatdı? Ola bilsin, laf indi düzəlsin və ya 1000 il bundan qabaq düzəldib, indi çatın bana. Nə olsun? Deyən. Tamam. Sən gedib hər hansı bir yerə deyə bilərsənmi ki, mənə köhnə, amma bir də təzə şey düzəlt. Yəni bir şey həm köhnə, həm təzə olurmu? Yox. O zaman əgər bir şey həm köhnə, həm təzə deyilsə, əlindəki şey də indi deyilsə, indi olan olmadığı üçün təzə deyil, əvvəl olduğu üçün köhnədir. O nisbidir də nisbi. Mücahid, mən bilirəm sən nə demək istəyirsən. Amma sən bilirsən mən nə demək istəyirəm. Mən demək istəyirəm ki, o köhnəlik ki var, onun üstündə o ad ki var, sən onu mənə göstərə bilmirsən. Sən deyirsən ki, Allah Taala da var, qədim də var. İki dənə. Allah onun içindədir, yox Allahın içindədir. Mən deyirəm ki, qədim o ki sən təsəvvür etsən, elən ki, qədim yoxdur. Bunu içində deməklə necə qədimdir? O hansı o qədimi bir də tərif elə görüm. O qədim nədir? Tərif et. Sənə görə qədim elə bir ki, bir dənə məsəl üçün evdir, Allah Taala onun içindədir. Amma mən deyirəm ki, qədim bir dənə zehni, bir dənə məfhumdur. Yəni ki, həmişə olub Allahda işlədilən qədim. Qədim özür Teymur, əgər qədim yalnız zehildə işlədilən bir formadırsa, bax bu sualı verib dayanıram. Qədim realdır yoxsa qeyri-realdır? Qədim qeyri-realdır. Tamam, bir dəqiqə. Qeyri-real olan bir şey, yəni yoxdur, düzdürmü? Qədim o cürə ki, mən deyirəm, elə başa düşərsən ki, sonra deyim, var ya yoxdur. Mən deyirəm ki, o qədim ki var, keçmişdə 1000 il bundan aşağı İsmail xətayı olub. Mənə də ondan dindən danış, Teymur. Teymur, əgər qədim real varlıq deyilsə, yəni real varlıq olmayan bir şey deməli yoxdur. Qəbul edirsən bunu? Reallığı yoxdur qədimin, nə keçmişdə, nə indidə, nə gələcəkdə. Tamam. Yəni real nə deməkdir? Real həqiqətən var, qeyri-real həqiqətən yoxdur, belədir? Bəli. O zaman sənin sözünə görə Allah qədim olduğu üçün, qədim də qeyri-real olduğu üçün Allah həqiqətən yoxdur. Niyə yoxdur Allah təbarək? Allah təbarək. Sən dedin onu, mən yox. Sən dedin, mən yox. Allah təbarək. Sən deyirsən ki, qədim. Sənə görə Allah real varlıq deyil. Sənə görə Allah real varlıq deyil. Çünki sənə görə Allah real varlıq deyil.
Çünki Allah qədim olur, amma qədim qeyri-real olur. Belə əgər qədim qeyri-realdırsa, Allah da qədimdirsə, yəni Allah qeyri-real olan, əslində olmayan bir Allahdır. Allahın hanı Teymur? Allah Tebaraka Teala ümumiyyətlə qədim və ya huzurda söhbəti Allah'da yoxdur. Allah zamandan kənardır, zamandan kənardır. Ümumiyyətlə qədim söhbəti biraz demək olar ki, Allah'da işlətmək də o da birdən ayrı bir bəhsidir ki, Allah'a qədim demək olar ya yoxsun ki, o zaman ümumiyyətlə onlar... Yəni xəta elədin ki, Allah'a qədim dedin, səhv elədin. Bir dəqiqə. O çox dərinə gedəndə bəli, o da xətadır. Xahiş yaxşı. Mən indi səndən danışıram. Mən indi səndən danışıram və istəyirəm qardaşlarım arasında bir şey bilək. Sən dedin ki, mən Allah'a qədim deməkdə səhv elədim. Allahın rızası üçün, uca Allah Azza və Cəllənin kitabına görə Allah'a qədim deməyini bir dənə cəmaatın içində tövbə et, bismillah, bilək ki, sən yaxşı olansan. Yox, heç bir xəta eləmişəm. Deyirəm ki... Bax, deyirsən xəta elədin. Allah barəsində xəta edəndə niyə tövbə etmirsən, Teymur? Acığına gəlir. Mücahid, bir də sən imkan vermirsən söhbətini. Yox, sən boş-boş danışırsan. Tövbə elə. Çünki Allah, çünki sənə görə Allah zamandan kənardadır. Sənə sual verirəm. Allah Teala zamandan kənardadır. Zaman ümumiyyətlə Allah'ta məhfumu yoxdur. Bəs necə olur ki, Allah Teala qədim olur? Tövbə elə. Çünki dedin ki, mən Allah'ı qədim demək üçün xəta etmişəm. Nəticədə uca Allah'ın adı ilə danışdığın üçün tövbə elə. Demək olar ki, söz üstə söz qoymaq Fırrat bəqinə sözü. Mən deyirəm ki, Allah Teala ki, zamandan kənardır. Xəta elədiyini deyirsən, tövbə elə. Allah Teala ki, zamandan kənardır. Ona ümumiyyətlə qədim demək olar, ya demək olmaz. Zamandan kənardır. Zaman məhfumu Allah'ta yoxdur. Mən necə ona qədim deyirsən sən? Bunu icra elə ginə. Sən dedin ki... 200 nəfər baxıb, icra elə ginə cəmaat da başa düşsün. Allah Teala zamandan kənardır. Keçmişdə söhbəti yoxdur Allah'ta. Keçmişdə söhbəti yoxdur. Allah Teala ki, zamandan kənardır. Bir şey ki, zamanla ölçülməz. Ona necə qədim demək olar? Ondan sonra icra elə qoy cəmaat da bilsin. Ay insan, bax, mən burada bir dənə deməmişəm ki, Allah qədimdir. Allah'ın qədim olduğunu deyən də sən, Allah'ın qədim olduğunu deyən sən, Allah'ın real varlıq olduğunu deyən sən, amma qədimin real varlıq olmadığını deyib də Allah'ın qədim olduğunu dediyin üçün əslində Allah'ın real varlıq olmadığını deyən sən, Allah'a qədim demək üçün mən xəta elədim deyən sən, tövbə edən deyən mən, təkəbbürlü eləyən sən. Onu sən kimi, səthi uşaqlar ki, var sən kimilər. Onlara demək olar ki, başa düşmək üçün ki, Allah Teala həmişə olub, 1000 il bundan qabaq, milyon il bundan qabaq da olub. Amma Allah Teala da ümumiyyətlə demək, belə şeylər yoxdur. Biz onları bilirik. Burası sənin səthindən mən söhbət edirəm. Və illa... İndi məni qınamayın, onu mən attım. Heç bir sualıma konkret cavab almadım. Liboy sualına cavab verdim, qardaş. Ədalətli olun Allah üçün. Liboy sualına cavab verdim. Bir dənəsə cavab vermədi, qardaş. Bu kaydı paylaşacağım. Onu mən attım çünki siz aşağıdan yazırdınız ki, əxi buna at, buna... Mən başım ağırdı, əxi. Adama necə başa salasan? Adam deyir ki, mən Allah'ı qədim dedim. Xəta eləmişəm. Tövbə elə da, qardaş. Tövbə elə. Allah haqqında danışırsansa tövbə eləməlisən. Niyə təkəbbürlü eləmirsən? Təkəbbürün özü elə şeytana xasdır. Siz bizə deyirsiniz ki, siz deyirsiniz, xalçaya səcdə edirsiniz, torpağa səcdə etmirsiniz. Şeytan da torpağa səcdə etmədi, siz şeytanın tərəfdarlısınız. Şeytan da Allah'a isyan elədi, Allah'a isyan elədiyini bilə-bilə tövbə eləmədi. Sən də Allah haqqında danışdın, Allah haqqında danışdığının yalan olduğunu bilə-bilə tövbə eləmədin. Sənin şeytandan nə fərqin qaldı? Mənəm mücəssimə, yoxsa sən?